Salam, hər vaxtınız xeyir olsun. Son peş məlumatlarının təhlillərinin əsasına artıq hazırda Aralıq dənizinin şərqindən, Kiçik Asiya ərazisindən güclü siklon sisteminin Qafqazın cənubuna doğru daxil olması müşahidə edilir. Prosesin nəticəsində Azərbaycan demək olar ki, əksər rayonlarında hava şəraitinin kəskinləşməsi gözlənilir. Aprelin 16-sında isə güclü və şiddətli yağışların yağması gözlənilir. Proses Azərbaycanın dağlıq rayonlarında güclü qar yağmasından müşahidə ediləcək. Xəzər dənizinə yaxınlayan şərq rayonlarında, Bakı, Abşeron, Sumqayıt ərazisində və Mərkəzi Anadolu rayonlarında isə intensiv və güclü xarakterli yağışların yağması nəticəsində bir sıra ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Proses aprel ayının 17-ci gün orta saatlarına qədər davam edəcək. Prosesin nəticəsində Azərbaycanın xüsusilə də Böyük Qafqaz rayonlarında, Xəzər dənizinə yaxınlayan şərq rayonlarında, Kiçik Qafqaz rayonları ərazisində, Cəlilabad, Astara ərazilərində və Bakı, Abşeron, Sumqayıt ərazisində proses xüsusilə də aprel ayının 16-sında daha da kəskinləşəcək. Nəticədə Azərbaycan ərazisinə qısa müddət ərzində güclü və şiddətli leysan yağışlarının yağması nəticəsində bir sıra ərazilərdə daşqın hadisələrində artım gözlənilir. Mərkəzi Anadolu rayonlarında, Bakı, Abşeron, Sumqayıt ərazisində və Xəzər dənizinə yaxınlayan şərq rayonlarında isə yağıntıların intensiv və güclü olması nəticəsində qurun sularının yer səthinə çıxması gözlənilir. Nəticədə bir sıra ərazilərdə su basma hadisələri gözlənilir. Proses eyni zamanda Bakı, Abşeron, Sumqayıt ərazisində güclü küləklərlə ildırım çarpması ilə müşahidə ediləcəyi üçün bir sıra fəsadların yaranması gözlənilir. Prosesə səbəb isə Aralıq dənizinin şərqində formalaşan güclü siklon sisteminin hazırda Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru daxil olması müşahidə edilir. Prosesin nəticəsində aprel ayının 17-ci gündüz saatlarına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin günü-gündən kəskinləşməsi gözlənilir. Aprel ayının artıq 16-sında isə prosesin daha da kəskinləşməsi nəticəsində yağışların güclü, şiddətli və aramsız yağması gözlənilir. Prosesin nəticəsində ən böyük risk Azərbaycanın Böyük Qafqaz rayonlarının Xəzər dənizinə yaxın olan şimal-şərq ərazilərində, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəcən ərazilərində prosesin daha da kəskinləşməsi nəticəsində əraziyə qısa müddət ərzində, yəni 270-390 mm-ə qədər şiddətli miqdarda yağışların yağması gözlənilir. Bu da ərazinin iqlimi üçün xarakterik olmayan bir hadisədir. Yəni 1 metrin kvadratına 390 litrə yaxın yağışın yağması ehtimalı var ki, bu da böyük və geniş miqyaslı sel daşqın hadisələrinin təkrarlanmasına səbəb ola bilər. Yəni ərazidən axan çaylarda, ərazidən axan su kanallarında dağıdıcı daşqın hadisəsi riski var. Çayların Macarıstan çıxması nəticəsində yaxınlıqda yerləşən yaşayış məntəqələrində də müəyyən su basmalarının, fəsadların yaranması riski var. Prosesin nəticəsində Xəzər dənizinə yaxın olan qəsəbələrdə isə qurun sularının yer səthinə çıxması nəticəsində su basma hadisələrinin artması gözlənilir. Aprel ayının 17-ci gündüz saatlarında artıq hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycan ərazisi üçün xarakterik olmayan subtropik siklon sisteminin təsirindən xüsusilə də ən çox Xəzər dənizinə yaxın olan şərq rayonlarında, Mərkəzi Anadolu rayonlarının xüsusilə də Xəzər dənizinə yaxın olan əraziləri olan Neftçala, Salyan, Biləsuvar, Saatlı ərazilərində, Hacıqabul, Sabirabad ərazilərində də aprel ayının 16-sında isə prosesin daha da kəskinləşməsi nəticəsində yağışların güclü yağması gözlənilir. Prosesin nəticəsində prosesin birinci mərhələsində Kürçayın yuxarı axınında, prosesin ikinci mərhələsində isə Kürçayın aşağı axınında, Araz çayında və Mərkəzi Anadolu rayonları arasından axan bir sıra su kanallarında daşqın riskinin artması gözlənilir. Proses eyni zamanda Mərkəzi Anadolu rayonları arasındakı qurun sularının yer səthinə qalxması nəticəsində bir sıra ərazilərdə əlavə su basma hadisələrinin də baş verməsi gözlənilir. Aprel ayının 17-ci gündüz saatlarında isə artıq hava şəraitinin tədricən sabitləşməsi ehtimalı var. Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Leriş ərazilərində də aprel ayının 16-sında isə yağışın daha da güclü və lokal şiddətli olması gözlənilir, aramsız yağması ehtimalı var. Prosesin nəticəsində ərazidən axan əksər çaylarda daşqın riski var. Xüsusilə də Lənkəran, Astaranın Xəzər dənizinə yaxın olan qəsəbələrində suyun kəskin şəkildə yüksəlməsi nəticəsində çay yataqlarında güclü daşqın ehtimalı var. Nəticədə ərazidə su basma hadisələrinin artması gözlənilir. Aprel ayının 17-ci gündüz saatlarından isə artıq hava şəraitinin tədricən sabitləşməsi ehtimalı var. 16 aprel tarixləri ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində bir sıra ərazilərdə su basma hadisələri gözlənilir. Xəzər dənizinə yaxın olan qəsəbələrdə də qurun sularının yer səthinə çıxması nəticəsində su basma hadisələrində kəskin artım gözlənilir.
Aprel ayının 17-si gündüz saatına qədər olan müddət ərzində kəskin hava şəraitinin riskinin davam etməsi gözlənilir. Aprel ayının 17-si gündüz saatlarında isə artıq hava şəraitinin tədricən sabitləşməsi ehtimalı var. Son peş məlumatların təhlillərinə əsasən artıq hazırda Aralıq dənizinin şərqindən, Kiçik Asiya ərazisindən güclü siklon sisteminin Qafqazın cənubuna doğru daxil olması müşahidə edilir. Prosesin nəticəsində Azərbaycan demək olar ki, əksər rayonlarında hava şəraitinin kəskinləşməsi gözlənilir. Aprel ayının 16-sında isə güclü və şiddətli yağışların yağması gözlənilir. Proses Azərbaycanın dağlıq rayonlarında güclü qar yağmasından müşahidə ediləcək. Xəzər dənizinə yaxınlayan şərq rayonlarında, Bakı, Abşeron, Sumqayıt ərazisində və Mərkəzi Anadolu rayonlarında isə intensiv və güclü xarakterli yağışların yağması nəticəsində bir sıra ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.